Bir gastroenteroloq kimi daim bizə müraciət olunur. Gastroskopiya nədir, kolonoskopiya nədir? Gastroskopiya qida borusu, mədə, 12 barmaq bağırsağın gastroskop vasitəsilə yoxlanmasıdır. Kolonoskopiya isə yoğun bağırsağın kolonoskop vasitəsilə yoxlanmasından ibarətdir. Biz kimə bu müayinələr məsləhət görürük? Rutin olaraq 45 yaşın üzəri hər bir kəsin şikayət oldu-olmadı bu müayinədən keçməsi məsləhət görünür. Bundan əlavə, əgər nəsildə belə mədə-bağırsaqla bağlı hər hansı törənmə, adenokarsinoma şikayətləri varsa, o xəstələrə 10 il daha öncə, yəni 35 yaşdan etibarən bu xəstələrin həyatlarında bir dəfə də olsa gastroskopiya və ya kolonoskopiya müayinəsindən keçməsini məsləhət bilirik. Bundan əlavə, qan azlığı olan xəstələri, daim epiqastralda və qarın boşluğunda ağrı olan xəstələri şikayətdən əlavə yaş faktoru 45-in üzəri olan hər bir kəsin baxılması məsləhətdir.